tabi əlində olmayan müəyyən bir elmlər var idi. Bəlkə də onlar onun mahiyyətini çox da yaxşı anlamırdılar. İndi biz oxuyanda o vaxt onların liderləri, müxtəlif liderləri, insanları necə özlərinə tabi edirdilər, nümunələri gətirəndə. Biz görürük ki, bunlar hamısı bir illüzyon, bir oyunlar mı deyim, trük mü deyim və yaxud da çox güclü planlaşdırılmış, çox güclü nəzərə alınmış hansısa bir təsirlər idi. Və burada sözsüz ki, müxtəlif narkotik maddələrdən də istifadə edirdilər. Burada sözsüz ki, insan təbiətini bilərəkdən, insan təbiətinə belə deyək ki, bələd olan bir insanların hansısa planları idi. Vaxt ötdükcə cəmiyyət üzvləri yalnız inama və əqidəyə silahlar adlanan belə bir anlayış var. Bu termin nisbətən bizə gəncdir elmdə, amma əslində bu terminin özünün əsrlərlə tarixi var. Necə ki, Erikson gipnozu indi kəşf olunub, amma qaraçılar bunu uzun müddət idi tətbiq edirdilər. Baxın, zaman-zaman müxtəlif mədəniyyətlərdə, müxtəlif dövlətlərdə həmişə psixotron silahlar olubdur əhaliyə qarşı. Bu, sırf psixoloji da ola bilər olubdur, bu, sırf və yaxud da hansısa qida, hansısa ərzaqla da bağlı olubdur. Məsələn, Cənubi Amerikada xüsusi göbələklər var idi, onlardan istifadə edirdi kahinlər, insanları hansısa bir fikrə yönləndirməkdən ötəri. Hindistanda bugünə kimi də müəyyən qəbilələr var ki, müxtəlif narkotik, psixotrop təsiri olan maddələrdən çox legal, çox adi şəkildə istifadə edirlər və kiminsə təsirinə düşürlər. Qərbdə əgər götürsək, tampliyerlər, onların müxtəlif ordenlər olubdur, hansı ki, o tabiçiliyində olan insanları öz ideyalarına yönləndirməkdən ötəri, çünki həyat instinkti insanda bioloji bir instinktdir, o çox güclüdür. Bunu dəf eləmək, bunu aradan tam qaldırmaq mümkün deyil. Ona görə də bunu analoji daha başqa istiqamətə yönləndirmək lazım idi. Şərqdə də ilk, yəni biz yazılan, etibar olunan tarixə güvənsək, ilk bu asasinlər, bu dəstə, bu ordenmi deyim, çünki əslində öz-özlüyündə bu sırf məzhəb və yaxud da təriqət anlayışına tam yatsızdırıla bilinmir. Əbdülrəhman Dəməşqli isə özünün yalançılıq sənəti 1256-cı ildə Manqosinlərin bir qismi Hindistana qaçaraq orada irsən qatil olan Tagi nəslinin əsasını qoyublar. Bu gün də asasinlər haqqında real tarixi faktlarla yanaşı xeyli sayda uydurma olaylar, həmçinin rəvayətlər danışılır. Bəzi tədqiqatçılar Həsən tərəfdarlarının adlarını hətta bəşəriyyətin ən ağla gəlməz terror aksiyalarında və qətillərdə çəkirlər. Bu fikirlərə inansaq məlum olur ki, asasinlər Thomas Jeffersondan siyasi rəqiblərini aradan götürmək kimi sifarişlərə, İspaniyada kralları taxtdan salmaq kimi tapşırıqlara cəlb olunurlar. Güya hətta 1-ci Dünya müharibəsinin başlanmasına səbəb olan Şahzadə Frans Ferdinandın qətlinin sifarişini belə almanlardan asasinlər araraq icra ediblər. Hələ bunlar harasıdır? Onların adları John Kennedy'nin, Abraham Lincoln'un qatilləri sırasında çəkilir. Yaradıcılığına və şəxsiyyətinə hörmət elədiyim Həmid Erisçinin əksər hallarda mistika ilə izah eləməyə çalışdığı və bu onun asasinlərlə bağlı mülahizələrinin oxucularda maraq doğuracağına inanırım. Onun fikrincə, fədai İran xalq könüllü ordusunun tarixi 11-ci əsrə gedib çıxır və asasinlər əslində elə İran fədailərdir. Həmid Erisçi yazır. Bu məktəbin kökləri İran təfəkkürünün dərinliklərində gizlənmiş bir psixoloji arxetiplə əlaqədardır. Onu xilaskar əskər rəmzi ilə işarə eləsək daha düzgün olar. Şiə ruhaniyyatı alimləri bu xalq əskərini Əli əskəri, Şahi Mərdan ismi altında da tanıyırlar. Bu əskərin mənəvi qaynağını onlar qeyb aləmində axtarırlar. Bu ordu qədim zamanlardan bəri hər bir İran şəhərində mövcud olduğu kimi indi də özünü qoruyub saxlayıb. Lazımi vaxtda bu ordu İranda həmişə inqilablar törədib, zalim şahları taxt-tacdan məhrum edib. Beləliklə Erisçinin təqdimatında asasinlərlə bağlı daha bir versiya ilə tanış oluruq. Məlum olur ki, müxtəlif siyasi cəryanlara məxsus olsalar da fədailər, yəni 11-ci əsrdən Həsənin tərəfdarları olanların davamçıları Əlamut qalasının ənənələrini, Həsən İbn Səbbahın vəsiyyətini qoruyub saxlayırlar. Həmid hesab eləyir ki, Səttarxanın, Pişəvərinin fədailəri də həmin o fədailərdəki dayanıblar. Ancaq burada xırda olmayan yanlışlıq da var. Çünki asasin hadisəsinə dövrün şərtlərindən təcrid olunmuş halda baxmaq, İbn Səbbahın əməllərinə sırf bir fərdin təriqəti kimi yanaşmaq əslində düzgün deyil. Onlar tarixi hadisələrə simvolik baxışdan savayı bir şey deyil və bizi subyektivizmə qıdalayır. Məsələ burasındadır ki, İbn Səbbahın mübarizəsi və həyatı prinsipi etibarilə İranı idarə edən Səlcuqlara qarşı yönəlmişdi. Toğrul bəyin, Alp Arslanov və Məlik Şahın dövründə İrana və Kiçik Asiyaya köç edən Səlcuqlar ata yurtlarında olduğu kimi burada da heyvandarlıqla məşğul olurdular.
və onlar yenə də döyüşçü kimi qalırdılar. Səlcuq hökmdarları dövlətin idarə olunmasında mənəvi məsələləri ərəblərə, mülki məsələləri isə savadlı farslara etibar edirdilər. Lev Gumilyov Xəzər ətrafında minillik əsərində bunu etnik kseniya adlandırır və yazır ki, etnoslar təşkilatlanmış antisistemlə qarşılaşanda böyük çətinliyə düşürlər. Səlcuqlar da istisna deyil. Bu baxımdan Gumilyov tamamilə haqlı olaraq Həsən ibn Səbbahın Əlamut qalasına çəkilməyini Səlcuqlarla farslar arasında mövcud olan ziddiyyətdə axtarır. O hesab eləyir ki, İbn Səbbahın birinci növbə qatillərini yalnız belə məmurların üstünə göndərir. Çingiz xanın nəvəsi Xubilay xan 1281-ci ildə Monqolların çoxdankı arzusunu yerinə yetirmək ərəfəsində idi. Səhrada Qum dənələri sayında Monqol döyüşçülərinin Yaponiya Kamikadze termininə və kamikadzelərə münasibət məncə bizim təsəvvür elədiyimiz tərzdə olmalı deyil. Çünki bu sırf bir hərbi bir anlayışdır. Bilavasitə hərblə bağlı olan bir anlayışdır ki, arxasında nə durur? Arxasında müəyyən bir qələbə durur. Fərqi yoxdur, bu insan mükafat gözləyir, cənnətə düşəcək. Və yaxud da ümumiyyətlə Yaponlarda belə bir anlayış yox idi. Onlar gedirdilər öz imperator uğrunda, onlar qələbə uğrunda gedirdilər və yaxud da partizan döyüşçülərini biz desək, yəni ola bilsin ki, bunlar belə eksotik kamikadze adı biz demirdik onlara, SSR devrində oxuyanda ya indi nüzulda, amma eyni proses idi. Yəni kamikadzelik öz-özlüyündə bəlkə də birmənalı yanaşılması mümkün olmayan bir termindir. Ki birmənalı yanaşaq ki, bunlar həmişə belə idbar. Çünki kamikadzelik bütün ordularda mümkün olsun. Kamikadzelik bütün düşərgələrdə mümkün olsun və kamikadze öz-özlüyündə sanki bir silahdır. Necə ki atom bombası var, necə ki müxtəlif hava hücumundan müdafiə silahlar var. Kamikadze də bir canlı bir silahdır və hər şey asılıdır bu silahı kim hansı istiqamətə istifadə edəcəkdir. Ən sürətli və ən praktik avtomobil. Çox vaxt onu analiz edəndə kamikadzelerin davranışını çox texniki, çox bəsitləşdirirlər. Amma burada daha çox bilirsiniz, ideoloji bir məqamdır. Kamikadzelik doğrudan da ideoloji bir məqamdır. Çox güclü bir məqamdır ki, insanı indiyənə kimi yaşadığından, çünki bayaq dediyimiz kimi intihara gedən insan həyatda artıq onu bağlayan heç nə yoxdur. Amma kamikadzelər bəzən görürsünüz ki, həyatda kifayət qədər hər bir bağlılığı olan birisi, ailəsi də var, gedib xoşbəxt ola bilər, amma bu yolu seçir, bu addımı atır. Kamikadzelər uçuşdan əvvəl cərgəyə düzülərək kiçik qədərdə sak içir və Xatimaki adlanan ağ çalma bağlayaraq təyyarələri doluşurdular. Xrizantim çiçəyi ölmə kadzelik dövrün ölkələrin hərbi siyasi və real qəhrəmanlıq tarixi ilə vəhdət təşkil edir. ...1942-ci ilin iyun ayından başlayaraq Yaponiyanın Sakit Okeandakı hərbi uğurlarını bir-birinin ardınca silsilə məğlubiyyətlər əvəz elədi. Amerikanın güclənməkdə olan müdafiə sənayesi özünü göstərməyə başladığından Amerika Birləşmiş Ştatları İndi hansısa bir mərkəz kəşf edirlər, güya tapmaq istəyirlər, hansı ki, məhz insanın bu cür alətə çevrilməyi üçün rol oynayan əsas dominant mərkəz odur. Onun vasitəsilə insanları idarə eləmək olar və yaxud da güya genləri araşdırıb genetik buna meyilli insanları aşkarlamaq istəyirlər. Amma düşünürəm ki, burada nə gen, nə beyində bir mərkəz axtarmaq lazım deyil. Bu sırf ruhi bir anlayışdır. Və insanın bilavasitə düşüncəsinə, insanın təfəkkürünə, insanın həyatı və idealları, dəyərləri necə təsəvvür eləməyinə bağlıdır. Bunlardan ən yadda qalanı Filipin və Okinawa uğrunda gedən döyüşlərdir. Kamikadze Yukiyo Sekinin başçılıq elədiyi ölüm dəstəsi 1944-cü il oktyabrın 25-də Yaponların Okinawa uğrunda döyüşlərdə göndərdikləri kamikadzelerin sayı maksimuma çatır. Bütün döyüş dövründə 1465 təyyarə iştirak edən. İndiyə qədər bəşər tarixində baş verən müharibələrdə insanları bu cür ölümə göndərmək halları ilə dəfələrlə rastlaşılıb, zelini başa vurur. Bu hadisə düşünülmüş. Dəyərlərin itməsi əgər qorxulu bir halsa cəmiyyət üçün, ikinci bir halda dəyərsiz cəmiyyətdə heç vaxt kamikadze yetişə bilməz və ola bilməz. Çünki kamikadze hər bir halda müəyyən öz aləmində ali hesab olunacaq bir dəyər uğrunda gedən qurbandır. Və əslində belə götürsək, bilirsiniz, məsələn, bizdə şəhid anlayışı var. Və Yaponların kamikadze anlayışıyla bizim şəhid anlayışı analiz edəndə tamamilə eyni anlayışdır. Çünki vətən uğrunda gedir. Məsələn, kim üçünsə burada müəyyən bir dini çalar, dini
don, dini bir rəng ola bilər. Allah uğrunda, ədalət uğrunda və yaxud da qazanclıq cənnətə düşmək istəyi ilə. Amma çox maraqlı bir fakt var ki, İslamın özündə cənnətə düşmək üçün şəhidliyə gedən insan şəhid hesab olunmur. Yəni bu sırf hansısa bir müqəddəs bir amal üçün getməlidir. Və yaxud da daha çox qeyri-dini belə amallar olur. Torpaq üstündə, qeyrət üstündə, yenə dediyim kimi hansısa bir lider uğrunda, SSR devrində Stalin uğrunda çoxları göz yumulu ölümə də gedirdilər. Bu adamların sevə-sevə ölümə necə getdiklərini isə son döyüş qabağı yazdıqları məktublarından bilmək olur. Əziz ata, əziz ana. Ərazisinin 7-də 6 hissəsi təsərrüfat məqsədi ilə istifadə edilə bilməyən Yaponiyada qədimdən bəri həyat o qədər də asan olmayıb. Adalar ölkəsinin insanları amansız zəlzələlərin, qasırğaların, tufanların vurduğu dağıntılardan həmişə əziyyət çəkiblər. Bu xalq üçün rəhbər, başçı, imperator göylərin ruhunun insan cildində təcəllasıdır ki, 11-ci əsrdən Yaponiya nüfuz edən buddizmlə insanların həyata və ölümə də münasibəti formalaşmağa başladı. Buddizm onları ölümlə həyatı bir-birindən ayırmadan hər ikisini vəhdətdə görməyi öyrətdi. Beləcə, cəmiyyətdə buddizmin Yapon forması, Zen buddizm yarandı. Zen buddizm isə artıq yalnız din deyildi. Bu həm də fəlsəfə. Təsadüfi deyil ki, Avropalılar üçün Yaponların digər milli xüsusiyyətləri ilə yanaşı kamikazedir. Ancaq biz bunu qəfil düşünülməmiş addım kimi atırdıq və bu yalnız zərər verir. Обозначение снега и льда, и поэтому предполагается, они глубже понимают и обладают сокровенным знанием о мире, в котором живут. Правда ли это? А если так, способствуют ли все языки тому, что люди понимают вещи по-разному?